Oyun bizim üçün olduqca yaxşı başladı. Futbolçular oyuna çox fəal başladılar. Və əsas da düşüncəmiz o idi ki, rəqib ilk dəqiqələrdən təzyiq göstərək və şükürlər olsun Allaha uğurlu alındı. 65-ci dəqiqəyə qədər hər şey istədiyimiz kimi gedirdi. Amma o dəqiqələrdən sonra onu da gözləyirdik ki, komandada müəyyən yorğunluq olacaq. Mən dünən də mətbuat konferansında bunları vurğulayırdım ki, rəqib bizdən daha hazırlıqlıdır. Bunu son 20-25 dəqiqədə də hiss elədik meydanda. Biz də həmlələr elədik, dəyişikliklər elədik, onlar da elədilər. Və o dəqiqələrdə hətta yaxşı əks hücumlarımız var idi. Hesabı daha da artıra bilərdik. Təəssüflər olsun, alınmadı. İlk oyunda qalib gəlmişik, hamımız başa düşürük ki, bu birinci hissədir və qarşıda bizi 12.000 azarkeş qarşısında olduqca önəmli və bir kritik oyun gözləyir. Hacı buyur. Şadman təbrik edirəm. Oyundan öncə belə bir hesabın olacağını gözləyirsiniz. Futboldur, yəni bəlkə də onlar bizə belə qalib gələ bilərdi. Bizdə bəzi məqamları daha uğurlu alındı, biz qalib gəldik. Futbolda bu dəqiqə dünya futbolunda da özünüz görürsünüz ki, 5 dəqiqə, 10 dəqiqə içində elə hadisələr baş verir ki, oyunlarda bu dəqiqə futboldan hər şey gözləyirsən. Yaşanır. Rəşad bəy, təbrik edirəm qələbə münasibətindən. Oyundan öncə əksəriyyəti daha belə düşünürdü ki, Torpedo çempionat davam elədiyinə görə Gürcüstanda Torpedo daha hazırlıqlı olacaq. Amma bu günləri siz nə qədər etiraf eləməsiniz, zirə daha yaxşı təsir baxdıqlardır. Və sualın mahiyyəti gözlədiyinizi, Torpedonun gözlədiyiniz oyunu gözlədiyiniz, yoxsa öyle deyək, onlar Torpedonun heyətində çox yaxşı usta futbolçular var. İndi bir-birinin mətbuat konferansında onları vurğulayıb qeyd eləmək istəmirəm və başa düşürdük ki, onlara meydanda rahat rəftar eləməyə imkan versə, bizə çox ciddi problemlər yarada bilərlər və o yüzden də ilk dəqiqələrdən çalışdı təzyiq göstərək. Müəyyən səviyyədə uğurlu alındı, müəyyən səviyyədə də uğurlu alınmırdı və hazırlığa gəldikdə onlar bizdən daha hazırlıqlıdır. Ola bilər oyunun müəyyən hissəsini biz daha yaxşı keçirtmişik, amma son 65-70-ci dəqiqədən sonra kimin daha hazırlıqlı olduğu görsənirdi meydanda. Mən onun meydan kənarından da hiss edirdim. İndi burada çox sualları mən cavablayamayacağım. Hamımızdan da xahiş edirəm ki, hamımız birlikdə cavab oyununa hazırlaşaq və başa düşürük ki, 12.000 azarkeş qarşısında bizi necə bir oyun gözləyir və bu günləri müasir futbolda da baxırsan ki, bir an içində elə nəticələr çevrilir ki, və biz orada hər şey hazır olmalıyıq və düşünürəm buradakindən daha da yaxşı oyun keçirtməliyik ki, mərhələni keçən tərəf biz olaq. Zülfiyə xanım buyurun. Rəşad mən təbrik edirəm. Qarşıdakı oyunda da uğurlar arzulayıram. Ümumiyyətlə birinci oyunda əldə olunan qələbənin psixoloji üstünlüyü var. Amma siz biraz gözünüzü qorxudursunuz elə bir qarşıdakı oyun üçün. Bəlkə də orada azarkeşlərin çoxluğunu nəzərə alırsınız. Amma siz birazca da belə çəkingən və birazca da belə qorxaq görünürdünüz. Bundan əvvəlki günlərdə də mətbuat konferansında da sizin fikirlərinizdə var idi. Biraz çəkingənlik var idi. Rəqbi bu qədər gözündə böyütmək nəyə görə lazımdır ki? Cavablayamayacağım sualı. Bütün sualda bütün özünüz fikirlərdiniz ki, qorxurduq, çəkinirdi, normaldır. Mən bütün rəqiblərə hörmətlə yanaşıram və çempionatda da bütün oyunlara bu təfəkkürlə hazırlaşıram və oynayan vaxtda da belə olmuş. Mən həmişə rəqibləri öz gözümdə özümdən daha güclü görmüşəm. Kamil. Özünə görə münasibəti təbrik edirəm. Həqiqətən də yaxşı oyunla qələbə qazandı. Ciddilik məsələsində Neftin Zestafon ilə maçı burada 20 və xatırlayıcısa burada birinci maçda 3-0 olmuşdu, amma oradakı cavab qarşılaşmasında artıq birinci hissənin əvvəlində 2-0 gözlər gəldiydi. Yəni belə şeylər ola bilər. Bunun olmaması üçün, futbolçuların efaliyə qapılmaması üçün hansısa bir xüsusiyə atmaq fikriniz var? Doğru vurğuladınız, oyun bugünəcən yadımdadır. Sonra Neftçi böyük əzmkarlıq göstərdi, böyük ustalıq göstərib o cür bir situasiyadan qalibiyyətlə ayrıldılar. Futbolçular özləri də belə bir məqamda daha böyük peşəkarlıq göstərmədilər. Mən bugünəcən yadımdadır, Dakla səfər oyunumuz 4-0 burada qalib gəlmişdi. Orada 1-0 əldə idi. Rəqib 37-38-ci dəqiqədə fərqləndi. Ondan sonra bizim üçün bir 15-20 dəqiqə kabus kimi keçdi. Rəqib böyük üstünlüyü yaratdı, gol epizodları yaratdı, çoxlu standart vəziyyətlər oldu. Rəqib qırmızı aldıqdan sonra oyun bizim üçün rahatlaşdı. Onda dedim ki, biz mərhələni keçdi. Halbuki evdə 4-0 qalib gəlmişdi.
Yəni biz bilirik ki, orada fərqli bir oyun olacaq. Rəqib ilk dəqiqələrdən itirəcək bir şey yoxdur və son dəqiqələrdə onu göstərdi. Böyük qüvvə ilə irəli gedəcək və bu məqamlarda bizim özümüzün də fəal oynayıb, bizim də çalışıb fərqlənməyimizə ehtiyac olacaq. Təbrik edirəm. Uğurlar diləyirəm. Qələbəni komanda olaraq qazandınız. Komanda kollektiv olaraq gözəl oyunu baş etdiniz. Amma yenə də istənilən halda yenilər özlərinin istədiyinizi göstərdilər. İkisi start heyətindədir. Sonradan da meydana daxil olanlar oldu. Adaptasiyalar necə keçir komanda? Normal, yenə deyirəm, vaxt baxımından problem yaşayırıq. Amin ilk günlərdən bizləndir, amma Verinya çox gec qoşuldu bizə. Hardasa 21-22-si qoşulmuşdu və onun ilk dəqiqələrdən başlama ehtimalı yox idi. Amma təcrübəsinə güvənib və məşqlərdə göstərdiyi ustalığa güvənib ilk dəqiqələrdən başladı. Sonra 60-cı dəqiqədən dəyişiklik istəyirdi. Bir 10 dəqiqədə tələb elədiyi səbir olsun. Yaxşı oyun nümayiş etdirdi. Amin olsun, Verinya olsun və bizim əsas problemimiz bu dəqiqə futbolçuların hamısının ideal vəziyyətdə olmamasıdır. Bugün Quyma da yox idi, cəzalı idi. Keçən il Haydukdan səfər oyununda qırmızı kart almışdı. İsa hazır deyil, zədədən sonradır. Son oyunun keçirdiyi final oyununda Sabaha qarşı 45 dəqiqə sonra zədələndi. Ondan sonra belə də ilk rəsmi oyunu idi. O da gördünüz, ehtiyacı var zaman. Ayxan olsun, Ayxan da bizə gec qoşulub, 23-ü, 24-ü qoşulub. Yəni bu tip problemlərimiz var. Məsələn, meydana 2 dənə sağ müdafiəçi ilə çıxmışdıq, 2 sol winger ilə çıxmışdıq, 3 playmaker ilə çıxmışdıq. Yəni bu məqamlar var idi oyun zamanı. Amma şükürlər olsun futbolçular əzmkarla oyunu nümayiş etdirdilər və müəyyən bu çətinliklərin öhdəsindən gəldilər. Amma cavab oyunu üçün daha çoxuna ehtiyacımız var. Qasım. Rəşid bəy, Papa starında rəqə aldığına görə əvəzlədiniz, yoxsa verdiyiniz tapşırığı tam yerinə yetirirlər? Yox, Papa çox yaxşı oyun nümayiş etdirirdi və hardasa 70-ci dəqiqədə planlaşdırdım Verinya ilə Papunu dəyişməyi. Amma sarı aldıqdan sonra biraz çəkindim ki, dedim, gördüm emosionaldır meydanda, ehtiyat elədim, ona görə dəyişdim.